Salam, hər vaxtınız xeyir olsun. Əziz abituriyentlər, mən 7 iyun 2026-cı ildə biologiya fənni üzrə 4-cü ixtisas qrupundan düşən qəbul suallarının izahını vermişəm. Lakin orada 23-cü sualda bir diqqətsizlik olub. Bu sualın həmən yenidən video şəklində çəkib izahını vermək istəyirəm. Çünki əksəriyyət uşaqların bu sualla bağlı bir problemi var. Əslində DNT ilə bağlı sual gözlənilən idi. Bunun bu cədvəl tipində hesablama xarakterli olacağı məlum məsələ idi. Deməli, gəlin baxaq. Gəlin əvvəlcə mən sizə sadə belə bir şey çəkim. Buradan baxın, nukleotit çəkəcəm. Tutaq ki, bu azotlu əsası, bu olsun pentozası, bu da olsun fosfatı. Fosfatı, bu olsun pentozası, dezoksiribozası, bu da olsun azotlu əsası. Bildiyimiz kimi, azotlu əsaslar öz pentozaları ilə bir rabitə ilə birləşir. Bir də DNT molekulun digər zəncirində iki azot əsası ilə hidrogen rabitəsi ilə birləşir. Məsələn, burada deyirəm, adenin qarşısında timin olanda burada iki hidrogen rabitəsi olur. Deməli, burada hidrogen rabitələr olur, burada da rabitə var. Deməli, bu azotlu əsasların əmələ gətirdiyi ümumi rabitə sayını bizə 4400 verib və hidrogen rabitələrinin bu ortadakı bir zəncirin digər zəncirlə əmələ gətirdiyi hidrogen rabitələrinin sayını 2400 veribsə, yerdə qalır 2000. Deməli, 2000 rabitədə azotlu əsasların öz nukleotit daxilində pentozaları ilə əmələ gətirdiyi rabitədir. Hər azotlu əsasın da bir pentozası var. Deməli, hər azotlu əsasda bir dənə bu rabitədən var. Deməli, burada 2000 azotlu əsas, 2000 nukleotit var və DNT molekulunda təbii ki. Biz də bilirik ki, DNT molekulunda 2000 rabitə varsa, deməli, kovalent rabitələr var ki, hansı ki, bir azotlu daha doğrusu bir nukleotitin pentozası digərinin ortofosfat turşusuna. Baxın, ortofosfat pentoza ilə kovalent rabitə ilə birləşir. Burada bir ortofosfat yazım. Tutaq ki, burada bir nukleotit yazım. Birinin karbohidratı, birinin pentozası, o birisinin ortofosfatı ilə kovalent rabitə ilə birləşir. Deməli, hər zəncir üçün kovalent rabitənin sayı zəncirdəki nukleotitlərin sayından bir vahid azdır. Ümumi indi DNT molekulunda 2000 nukleotit varsa, hər zəncirdə bir vahid azdırsa, minus 2 yazırıq. Yəni, 1998 dənə burada kovalent rabitə var. Bizə pentozaların əmələ gətirdiyi, yəni bu karbohidratların əmələ gətirdiyi rabitəni deyir. Biz gördük ki, bax, növbəti nukleotitlə bu kovalent rabitə sayı 1998-dir. Amma bir də nəzərə almaq lazımdır ki, hər nukleotitdə həmin pentozalar öz azotlu əsası ilə və ortofosfat turşusu ilə deməli, rabitə əmələ gətirir. Yəni pentozanın 2 dənə də burada belə rabitəsi var. Deməli, 2000 nukleotit üçün 2000 vur 2 bərabərdir 4000 deməli, pentozalar öz nukleotit daxilində öz ortofosfatları ilə azotlu əsasları həm ortofosfat, həm azotlu əsasları ilə 4000 rabitə əmələ gətirir. Burada cavab 4000 üstəgələ 1998 bərabərdir olur. Deməli, burada cavab neçə olur? 8, 9, 9, 5998. Əslində, burada bu sualda həm azotla əsasını əmələ gətirdiyi rabitə kimi bunu götürür. Burada da pentozanın əmələ gətirdiyi rabitələrin içərisində bunu götürür. Ümid edirəm, anlaşıqlı oldu. Çox maraqlı sualdır, gözlənilən sualdır. DNT ilə bağlı indiyə qədər əslində hidrogen rabitəsi ilə, kovalent rabitəsi ilə bağlı suallar düşüb. Amma burada müəllimlərin işə qəbulunda belə suallar düşsə də, abituriyentlərin suallarının içərisində bu forma yox idi. İndi bu il gördük ki, artıq belə formalara da biz hazır olmalıyıq. Ancaq burada yenə deyirəm, çətin bir sual yoxdur. Çox maraqlı sualdır, rahat sualdır. Diqqətiniz üçün təşəkkür edirəm.